Salam dəyərli şagirdlər, hər vaxtınız xeyir olsun. Biz bugün iki şərti öyrənəcəyik. Fahrenheit-in Selsiyə çevrilməsi və Selsinin Fahrenheit-ə çevrilməsi. İlk öncə qeyd edirik, birinci sualı yazaq. Misal üçün, 25 dərəcə Selsini Fahrenheit-ə çevirin. Fahrenheit-ə çevirin. Əla. Necə çevirməliyik? Bizim üçün vacib olan əsas düsturdur. Düsturumuzu qeyd edirik. Olacaq. Fahrenheit bərabərdir. 5-də 9 vurulsun Selsi, üzərinə gəlinsin 32. Bu Fahrenheit-i Selsiyə çevirmə düsturudur. Çevirmə. Misal, bir nümunə qeyd edirik. Misal üçün 25 dərəcə deyib, düzdürmü? Biz bilirik ki, Selsini deyir çevir. O zaman Selsi nəyə bərabər? 25-ə. Bizdən Fahrenheit-i deyir tap. Düz? Əla. Fahrenheit-i tapmaq üçün düsturu tətbiq edərəm. Yazaram. Fahrenheit bərabərdir. 5-də 9 vurulsun Selsi. Yəni neçə? 25 plus 32. Əla. İlk öncə gəlib buranı həll edərəm. 5-i 5-ə bölsəm 1, 25-i 5-ə bölsəm 5. Onlar neçə? 9 vur 5 plus 32. 45 plus 32 edər 77. Deməli, Selsi əgər 25-dirsə, Fahrenheit neçədir? 77 olacaq. Deməli, biz tapdıq, Fahrenheit 77-dir. Deməli, Selsini Fahrenheit ilə ifadə edərkən düsturumuz bax budur. Vacib düsturumuz bu olacaq. Bunu qeyd edərsiniz, əziz şagirdlər. İndi ikinci nəyə yazaq? Bu dəfə yazırıq. Fahrenheit-in Selsiyə çevrilməsi. Misal, indi əvvəl düsturu yazaq. Fahrenheit-i Selsiyə çevir. Çevir. Düstur. Düsturumuz nədir? Yazıram. Fahrenheit-i Selsiyə deyir axı, düzdür? O zaman Selsi bərabərdir. Selsi bərabərdir. Olacaq 9-da 5 vurulsun. Fahrenheit-dən çıxacam bu dəfə 32-ni. Düsturumuz olacaq bu. Misal, nümunə sual. Nümunə sual. Yazaram, misal üçün 68 Fahrenheit-i Selsiyə çevir. Baş üstə. Çevirək. Burada nə var ki? Selsinin qiyməti varmı bizdə? Xeyr. Biz yəni Selsini tapırıq da. Selsi bərabərdir. Amma bizdə nə var? Fahrenheit var. Fahrenheit-in qiyməti bax bunu bildirir. Düzdür? F-in yerinə gətirib yazaram nəyi? 9-da 5 vurulsun. 68 çıxılsın. Deməli 32. Yəni nə alıram? 9-da 5 vurulsun. Çıxsam neçə eləyir? 36. Əla. Bu da nə deməkdir? Onluq adi kəsiri vuraq bir-birinə daha. Kəsirlərin vurulması deyil. 1-də 36 yazaram. 4-də ixtisar gedər, qalar 5 vur 4. Vəssalam. Deməli, Fahrenheit 68-dirsə, Selsi nəyə bərabər olacaq? 20-yə. Bu qədər. Yazdıq. Selsini Fahrenheit-ə çevir. Düsturumuz bu. Selsini Fahrenheit-ə çevirmək üçün. Fahrenheit-i Selsiyə çevirmək üçün düsturumuz bu. Bu qədər. Zəhmət olmasa videonu bəyənərsiniz, paylaşarsınız.